Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 15 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 16 səhifədən ibarətdir. İlk səhifəmizdə yeni reallıqlar yaradan uğurlu siyasət başlıqlı yazımız dərc edilib. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər. İkinci səhifəmizdəki yazıların başlıqlarını diqqətincə çatdırırıq. Baş prokuror Kamran Əliyev Bəhruz Əhmədovu hərbi prokurorluğun kollektivinə təqdim edib. Pakistanın baş naziri həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarlıq edib. Konstitusiya Məhkəməsi plenumunun iclasında Respublika prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib. Türkiyənin Milli Təhlükəsizlik Şurasının rəhbərliyi ilə görüş. Elmi dərəcə və adların verilməsi ilə bağlı meyarlar yenilənib. Bu yazı isə qəzetimizin 3-cü və 4-cü səhifəsində dərc olunub. Elmi dərəcə və elmi adların verilməsi, kadrların attestasiyası, dissertasiya şuralarının fəaliyyəti, elmi etika və beynəlxalq təcrübə ilə uyğunluq kimi məsələlər Azərbaycan Respublikasının prezident yanında Ali Attestasiya Komissiyasının əsas fəaliyyət istiqamətlərindəndir. Son dövrlərdə bu sahədə həyata keçirilən islahatlar, yeni qaydalar və rəqəmsallaşma prosesi elmi ictimaiyyətin də diqqətindədir. Bu və digər aktual mövzularla bağlı sualları cavablandıran Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin söhbəti ilə tanış ola bilərsiniz. 5-ci səhifəmizdə isə maraqlı bir yazı dərc olunub. Fatihlik və qələbə ruhu Ağdamda, Kövrə Kanlar. Mayın 10-da Ağdamda keçirilən görüşdə Qalib Ali Baş Komandanın Yaşasın Ağdam sözləri 30 il ərzində Ağdamlıların yaşadıkları ağrılara, şəhid ruhları dolaşan yurt yerlərinə, düşməni diz üstə çöktürən qəhrəman oğulların hünərinə ən böyük qiymət və ən güclü təsəlli oldu. Prezidentin Ağdamlılara, qazilərlə, sənət adamları ilə görüşlərindən çəkilmiş kadrları isə qürurla izlədik. Günün siyasi nəbzi 6-cı səhifəmizdə tutulub. Bakı ürək günləri, cərrahiyyəni yüksək səviyyəyə qaldırmağa xidmət edir başlıqlı müsahibədə burada yer alıb. Bu günlərdə paytaxtımızda baş tutacaq Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresin təşkilatçısı qismində çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent, Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar Cərrahiyyə şöbəsinin müdiri Ramil Əliyevlə müsahibəni təqdim edirik. Ətraflı tanış olmaq üçün bu səhifəmizə nəzər yetirə bilərsiniz. Azərbaycan mətbuatı 150. Milli mətbuatımızın bürhani həqiqəti. Bu maraqlı yazı isə 7-ci səhifəmizdə dərc olunub. 1917-ci il yanvar ayının 1-də böyük maarifpərvər Əli Məhzunun redaktorluğu və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə Bürhani Həqiqət adlı jurnalın ilk nömrəsi çapdan çıxdı. Bu, İrəvanda Azərbaycan ədəbi mədəni ictimai mühitində həm də mətbuat tarixində əlamətdar hadisə idi. Bürhani Həqiqət Cənubi Qafqazda çıxan anadilli mətbuat orqanları və Əli Məhsunun əməl dostları tərəfindən böyük sevinç hissi ilə qarşılanmışdır. Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr olunmuş yazılar da 8-ci səhifəmizdədir. Vətənpərvər elm fədaisi başlıqlı yazı da burada yer alıb. Həyatda elə insanlar var ki, onlar bu dünyaya nə üçün gəldiklərini dərindən dərk edirlər. Allah Taala'nın onlara bəxş etdiyi ömürdən qədərincə bəhrələnməyi, özündən sonra başqaları üçün örnək olası yaşamağı göstərmək, öz ömrünü dəyərləndirməyi bacarmaq, cəmiyyət qarşısında insanlar arasında mənəvi borcunu başa düşmək, bütün hallarda onu xəlq edənin mərhəmətinə sığınan bu insanlar üçün həyatın mənası həmişə ülvi və ecazkardır. Günün siyasi nəbzi həm də 9-cu səhifəmizdə tutulub. Qətiyyətli siyasi iradənin qələbəsi, PKK-nın sonu və regional sabitlik başlıqlı maraqlı yazı da burada yer alıb. Mayın 12-sində PKK terror təşkilatı özünü rəsmi olaraq buraxması, 40 ildən artıq davam edən mübarizənin sonlanması və regionda təhlükəsizliyin təmin olunması istiqamətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bəzi keçmiş və indiki rəhbərlər Türkiyədən müəyyən güzəştlər və siyasi tənzimləmələr gözlədiklərini açıqlayıblar. Təşkilatın Avropadakı bəzi rəhbərləri də Türkiyədən güzəştlər gözlədiklərini ifadə ediblər. Türkiyə hökuməti isə açıq şəkildə bəyan edib ki, danışıqlarda heç bir güzəşt olmayacaq. Fransız istehsalı olan azadlıq başlıqlı məqalədə 10-cu səhifədə dərc olunub. 1970-ci illərin ortalarından Korsikada müstəqillik hərəkatı başladı. Mədəniyyətlərinin və dillərinin sistematik şəkildə boğulması, iqtisadiyyatın Parisdən idarə olunması, yerli sərvətlərin fransız şirkətləri tərəfindən talan edilməsi hərəkatın başlama səbəblərindən sadəcə bəziləridir. Burada Korsika Milli Azadlıq Cəbhəsi yaradıldı. 2014-cü ildə Korsika Milli Azadlıq Cəbhəsi silahı yerə qoydu. Amma Korsikalılar arasında narazılıq hələ də qalmaqdadır.
Onlar Parisin siyasi və iqtisadi nəzarətindən qurtulmaq istəyirlər. Fransa isə demokratik maskanın arxasında adanın iqtisadi resurslarını istismar edir. Sülh mümkündürsə, bu yolun İstanbuldan keçməsi təsadüfi deyil başlığı ilə isə 11-ci səhifəmizdə məqalə yer alıb. Rusiyanın Türkiyənin təmaslar üçün ünvan göstərməsi, bu ölkənin müharibədə neytral mövqe tutması və heç bir siyasi mərkəzə tabe olmamasından irəli gəlir. Bütün tərəflər prosesin başlanması üçün ən yaxşı seçimin Türkiyə olduğu barədə həmfikirdir. İstanbul 2022-ci ildə tərəflərin ilk dəfə üz-üzə masa arxasında əyləşdiyi şəhər olmaqla yanaşı, hazırda sülhün geosiyasi rəmzinə çevrilir. 12-ci səhifəmiz isə iqtisadiyyatla bağlı yazılara həsr edilib. Orta dəhliz, mühüm nəqliyyat arteriyasında Azərbaycanın genişlənən nüfuzu başlıqlı məqalə burada dərc olunub. Son 2-10 illikdə Azərbaycanın siması dəyişib. Bu dəyişimin yollarla yazılan, körpülərlə birləşdirilən, tunellərlə dərinləşən bir hekayəsi var. Ölkə başçısının da vurğuladığı kimi 21 min kilometr uzunluğunda avtomobil yolu çəkilib və yenidən qurulub. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid ərsəyə gətirilib. 13-cü səhifəmiz isə torpağı vətən. Vətəni bütöv edənlər başlığı ilə şəhidlərimizlə bağlı yazılara ayrılıb. Şuşa şəhidləri. Ana, məndən narahat olmayın, Şuşanı almağa gəlmişəm. Şuşanı görmək ən böyük arzusu idi. Hər zaman ehtiramla xatırlanacaq, onları yaxından tanıyaq. Ölümsüzlük qazanan oğullar və torpaqlarımız işğaldan azad olunana kimi döyüşməliyəm. 14-cü səhifəmizdəki mədəniyyət rubrikasında isə 15 may Beynəlxalq Ailə Gününə həsr edilmiş. Ailə cəmiyyətin dayağıdır başlıqlı məqalə dərc edilib. May ayının 15-i dünyanın bir çox ölkəsində Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi ailənin cəmiyyət üçün əvəzolunmaz rolunu vurğulamaq, ailə institutunun qarşılaşdığı çağırışlara diqqət çəkmək və ailə dəyərlərinin qorunmasına dəstək verməkdir. 1993-cü ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilən bu günün artıq 30 ildən çoxdur ki, dünya ictimaiyyətinə ailənin bəşəriyyət üçün nə qədər müqəddəs və əvəzsiz bir dəyər olduğunu xatırladır. 15-ci səhifəmizdə Dünya Bugün xəbərlər rubrikasında ABŞ, Türkiyə, Suriya və Səudiyyə Ərəbistan liderlərinin görüşü, Türkiyə prezidenti Dünya Birliyini Trampdan nümunə götürməyə çağırıb, Mark Rutte, Ukraynada vəziyyəti yaxşılaşdırmağa imkan yaranıb, ABŞ Zelenskinin NATO sammitində iştirakına qarşıdır kimi vacib məlumatlar öz əksini tapıb. Bugünkü nömrəmizin də son səhifəsi hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Bizim də sizə bugün çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.